Malinanın faydaları. Malina çox ləzzətli bir meyvədir ki, onu həm xam və həm də bişmiş halda yemək olar. Malinanın tərkibində K və C vitamini vardır. Sərinlətmə və yumşaltma xüsusiyyətinə malikdir. Qanı filtrasiya etdiyi üçün revmatizm xəstələrinə çox faydalıdır. Malina qəbizlik üçün faydalıdır. Malina ağrıları sakitləşdirmək üçün də faydalıdır. Malina diabet xəstələrinə faydalı bir meyvədir, çünki qələvləşdirmə xüsusiyyətinə malikdir. Malina şərbəti qızılca və məxmərək xəstələri üçün faydalıdır. Malinanın dənələri dişlərdə xırdalanmadığından bağırsaqlara gedir və qəbizliyin qarşısını alır. Antioksidantlarla zəngindir. İmmunitet sistemini gücləndirir. Tərkibindəki yüksək C vitamini sayəsində bədənin müdafiə sistemini gücləndirir, soyuqdəymə və qripə qarşı qoruyucu rol oynayır. Həzm sistemini dəstəkləyir. Malina liflə zəngindir, bu da bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlik probleminin qarşısını alır. Qan şəkərini tənzimləyə bilər. Aşağı glisemik indeksə malikdir və qan şəkərinin ani yüksəlməsinin qarşısını alır. Şəkərli diabet riski olanlar üçün uyğundur. Arıqlamağa kömək edir. Az kalorili və lifli olduğuna görə toxluq hissi yaradır. Diyet saxlayanlar üçün ideal meyvədir. Ürək sağlamlığını qoruyur. Kalium, maqnezium və lif ürək-damar sağlamlığı üçün faydalıdır. Qan təzyiqini tənzimləyə və xolesterini azalda bilər. Göz sağlamlığı üçün faydası var. Antioksidantlar və C vitamini göz hüceyrələrini qoruyur, görmə zəifliyinin qarşısını ala bilər. İltihab əleyhinə təsiri var. Malinanın tərkibindəki maddələr orqanizmdəki iltihab proseslərini azalda bilər, xüsusilə revmatizm kimi xəstəliklərdə faydalı ola bilər. Xərçəngin qarşısını almağa yardımcı ola bilər. Güclü antioksidantlar və ellaq turşusu bədxassəli hüceyrələrin əmələ gəlməsinin qarşısını almağa kömək edə bilər.